Dostlar salam. Növbəti məntiq testimizə həll edək. Sual işarəsinin yerinə uyğun gələn ədədi tapın. Baxırıq ki, bizə A ulduz B və onun müəyyən riyazi hesablamaya bərabər edib, A dairə B-ni də müəyyən bir riyazi hesablamaya bərabər edib. Üçüncü sırada isə 6 ulduz 18, dairə 3, dairə 4 ulduz 15-in neçəyə bərabər olduğunu soruşur. Bu tip testlərdə bizə verilən A ulduz B, yəni A ulduz B oldusa, onda A birincini üzərinə, ikincini 3-ə bölmə əməliyyatı aparacaq. Dairə olanda isə aralarında birincini 2-yə böləcək, plus ikincini 2-yə vuracaq. Biz bunları tətbiq edib, 3-cü sırada verilən məsələni həll edək. 6 ulduz 18. Yəni, burada A-nın yerinə 6, B-nin yerinə 18 qoysaq, onda 6 olduğu kimi qalacaq, plus 18-i 3-ə böləcəyik. O da bərabərdir. 18-i 3-ə böləndə 6, 6 ilə 6-nı toplayanda 12. Deməli, bizim bu mötərizənin cavabı 12 oldu. İndi isə bu mötərizə 12-yə bərabər oldu. 12 dairə 3 oldu. 12 dairə 3 də 12 A-nın yerindədir. Dairə bu B-nin yerində də 3-dür. Və gördüyümüz kimi birinci, yəni 12-ni 2-yə bölür. 12 bölünmüş 2 plus toplayır. İkinci, yəni 3-ü 2-yə vuracaq. 2 vur 3. Bu da bərabərdir. 12-ni 2-yə böləndə 6 plus 2-ni 3-ə vuranda 6 bərabərdir 12. Gördüyümüz kimi bu misalın da cavabı 12 oldu və ümumi bu mötərizəmiz 12-yə bərabər oldu. Və keçirik növbəti bu mötərizənin için həll etməyə. 4 ulduz 15. A-nın yerinə 4, ulduz B-nin yerinə 15 olarsa, 4 olduğu kimi qalır, 4-ü yazırıq. Plus, ikincini 3-ə bölük, B-nin yerində olanı 3-ə böləcək. 15-i 3-ə bölək. 15-i 3-ə böləndə 5, üstünə 4 də gələndə 9 edir. Və gördüyümüz kimi bu mötərizənin cavabı 9 etdi. İndi isə 9. İndi isə 12 dairə 9-u həll edək. O da A dairə B-yə istifadə edəcək. Deməli, 12 A-nın yerindədir. A-nı bölüb 2-yə. 12-ni böləcəyik 2-yə. Plus 9 da B-nin yerindədir. 9-u 2-yə vuracaq. 2 vur 9 bərabərdir. 12-ni 2-yə böləndə 6 plus 2-ni 9-a vuranda 18. 6-nın üzərinə də 18 gələndə 24. 24 də bizim B variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.